Bundan öncəki videoda sizə sual vermişdim. Sizcə işdə, biznesdə, ticarətdə ən böyük sərvət, ən böyük dəyər nədir? Pul, vəzifə, yoxsa güvən? Mən öz cavabımı 3 xüsusiyyətdə toparlamağa çalışacağam dedim. Birincisi dürüstlük və ədalət. Bu haqda danışıldı. İkincisi isə sevgi və məsuliyyət. Peyğəmbərimizin Allahın ona və əhl-i beytinə salam olsun. Bir hədisi var, hansı ki o yadıma düşəndə gördüyüm işə həvəsim artır. Onu daha sevgi ilə, daha məsuliyyətlə, daha vicdanla görməyə çalışıram. İnnallaha cəmilun yuhibbul cəmal. Həqiqətən Allah gözəldir və gözəl olanı sevir. Digər hədisdə isə Allah sizlərdən birinizin gördüyü işi gözəl görməsini sevər. Yəni nə iş görürüksə, onu məsuliyyətlə, vicdanla görməliyik. Onu ən gözəl şəkildə etməliyik. İşin də gözəl olması nədir? Onun vaxtında bitirilməsi, keyfiyyətli şəkildə görülməsidir. Nəzər alsaq ki, işə götürənlə bizim aramızda müqavilə var, kontrakt var. Bu nədir? Bu öz-özlüyündə şəriət dilində desək, bu bir əhddir. Onda vəzifə öhdəliklərimizi yerinə yetirməyimiz əhdimizə sadiq olmağımız deməkdir. Uca Allah əhd barəsində İsra surəsində bizə belə buyurur. Və awfu bil əhd, innel əhdə kənə məs'ulə. Əhdə vəfalı olun, sadiq olun. Həqiqətən hər bir kəs əhd barəsində məsuldur, sorğu-sual olunacaq. Bəli, işi sevgi ilə görmək lazımdır. Onu gözəlləşdirmək lazımdır. Məsuliyyətli şəkildə etmək lazımdır. Bunların hamısı əhdi yerinə yetirməkdir. Bunu etsən, həm ibadət savabı qazanacaqsan, həm də insanların güvənini, hörmətini qazanacaqsan. Gəlin işimizi yalnız maaş üçün yox, əhdimizi yerinə yetirmək niyyəti ilə görək. Özü də sevgi ilə görək, gözəl şəkildə görək. Kanalımıza abunə olub, videonu bəyənməklə işimizə gözəllik qatın. İnşallah 3-cü xüsusiyyət növbəti çəkilişdə. Hələlik Allah'a əmanət.